Bugün Abşeron yarımadasında dövlət reyestrinə alınmamış 500 mindən artıq ev var. Halbuki həmin evlərin bəzilərinin ilkin sənədləri var. Bəzi vətəndaşlar həmin sənədləri daşınmaz əmlakın dövlət reyestr xidmətinə təqdim edərkən aylarla gözləməli olur. Çünki reyestr xidməti təqdim edilən sənədlərin arxivdən kökünü, torpağın təyinatını və başqa məsələləri araşdırır. Bu da istər-istəməz uzun vaxt alır. Moderator.az məlumat verir ki, Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydalarında etdiyi dəyişikliklə bu proses bir qədər sadələşdirilib. Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə, qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yer quruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq. Araşdırmanın nəticəsinə əsasən, təqdim olunan sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir. Bu qərar nəyi dəyişəcək? Mövzu ilə bağlı bizim mediaya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirdi ki, bu ilk baxışdan texniki məsələ kimi görünür. Artıq müraciətlərin araşdırılması üçün konkret vaxt müəyyən edilib. Bu da müsbət hadisədir. Vətəndaşlar müraciətin cavabı üçün artıq aylarla gözləməyəcək. Bundan sonra edilən müraciətlərə 15 iş günündə baxılacaq. Bütün sənədlər yetərlidirsə, o vaxt sənəd dövlət reyestrinə alınacaq, yaxud çatışmayan sənədlər barədə vətəndaşa bildiriş göndəriləcək.